Salam əziz izləyicilər. Bu gün hədəf kurslarına aid olan halogenlərə aid sınaq mövzusunu sizinlə izah edəcəyik. Keçək suallarımızın izahına. Birinci sualımıza baxaq. Birinci sualda deyilir ki, sənayedə xloru hansı reaksiya üzrə almaq olar? Görürük ki, A variantı, B variantı, D variantı, Y variantı xlorun laboratoriyada alınma reaksiyalarıdır. Amma natrium xlor ərintisinin elektrolizindən biz xloru alırıqsa, bu sənayədə alınma reaksiya sayılır. Cavabımız C bənd edir. İkinci sualımıza keçək. Verilmiş ifadələri Euler-Venn diaqramının hissələrinə uyğun olaraq müəyyən edək. Birinci zəhərlidir. Oksigen zəhərli deyil, xlor zəhərli qazdır. Deməli, xlora aid olur. Birincisi, qaz halındadır. İkisi də qaz halındadır. İki bura gedir. Azotla reaksiyaya daxil olur. Azotla reaksiya daxil olur. Üçü, yəni oksigen reaksiyaya daxil olacaq. Cavabımız da eləyəcək. Y variantı. Keçirik üçüncü sualımıza. Bu istiqamətdə nə artır? İndi burada deməli, xlorun oksidaşma dərəcəsini yazır üzərində. Deməli, xlor burada müsbət 1-dir. Burada xlor müsbət 3-dür. Burada xlor müsbət 5-dir və burada xlor görürük müsbət 7-dir. Yəni, burada xlorun oksidaşma dərəcəsi artmışdır. Deməli, bu düzdür. Oksigen kütlə payı artır. Bəli, oksigen birincisində 1 dənə, ikincisində 2 dənədir, üçüncüsündə 3 dənədir və dördüncüsündə 4 dənədir. Deməli, oksigenin sayı ki artırsa, deməli, nə olacaq burada? Oksigenin kütlə payı artacaq. Xlorun kütlə payı əksinə azalacaqdır. Cavabımız 1-lə 2 eləyəcək və bəndi. Növbəti sualımıza baxaq. Deyir ki, bu HY sırasında hidrogen halogenoidlərin üstən məhlulunda turşuluq xassəsi azalır. Turşuluq xassəsi azalır deyirsə, deməli, burada ən qüvvətli turşu olan HX-dir. Biz demişdik ki, hidrogen halogenoidlərdə deməli, flordan ya da doğru getdikcə, yəni ən qüvvətli turşu H4 sayılır. Yəni, ən zəif, yəni hidrogen halogenoidlərdən ən zəifi H flordur. Ən qüvvətlisi isə nə sayılır? H4 sayılır. İndi baxıram, buradan turşuluq xassəsi azalır deyirsə, deməli, HX ən qüvvətlisidir. Deməli, bu yod ola bilər X-imiz, Y-imiz brom ola bilər, Z-imiz də nə ola bilər? Xlor ola bilər. İndi reaksiyalara baxaq. Deməli, Y-imiz nə idi bizim? Y-imiz brom 2 idi. Brom 2 də X-imiz nə idi? Yoddur. Brom, bəli, hər bir halogen özündən sonra gələn halogenin duzundan sıxışdırıb çıxara bilir. Bu reaksiya gedə bilər. İkinci reaksiyamızda HX, yəni H yodun natrium bromla reaksiyası, belə bir reaksiya mümkün deyil. Üçüncü sualımız, üçüncüyə baxırıq. X2, burada deməli yodun üzərinə natrium Z, yəni natrium xlor gəlirik. Demişdik ki, hər bir halogen özündən sonra gələn halogeni deməli duzundan sıxışdırıb çıxara bilirdi. Deməli, yod xlordan sonra gəlir. Yəni ondan əvvəl gəlsəydi bu reaksiya gedəcəkdi, amma ondan sonra gəldiyinə görə bu reaksiya getmir. Deməli, cavabımız da eləyəcək yalnız 1 C bəndi. Keçirik 5-ci sualımıza. Xlorun bu reaksiya, yəni bu elektron formulu verilib. Buradan görürük ki, birincisində 2 dənə nə var? Yəni bir orbital 2 dənə elektronu var. Deməli, P-ni yazırıq. P-də 4 dənə bizə burada göstərib. 1, 2, 3. Bir də var burada. Elədir, bir dənə də burada var. Deməli, burada 2 dənə tək elektron var. D orbitalını da qeyd edirik buradan. D orbitalında bir dənə elektron var və ümumi görürük 3 dənə tək elektronu var. Yəni, xlorumuz müsbət 3 oksidləşmə dərəcəsi göstərməlidir və görürəm ki, burada müsbət 3-dür. Cavabımız da C bənd eləyir. Keçirəm 6-cı sualı. Hansı reaksiya baş verir? Biz demişdik ki, halogenlərdən flor, oksigen, yəni azotla 10-la, xlor zonla, deməli, xlor, brom zonla, yəni karbon, oksigen, azotla, yodsa karbon, oksigen, azot və kükürt, yəni zonslar reaksiyaya daxil olmurdu. Xlor flor reaksiyaya girir. Bizə deyir, hansı reaksiya baş verər? Xlor oksigenlə girmir, deməli, kükürt yodla girmir, flor oksigenlə girmir, karbon, bromla girmir. Cavabımız elədir, A bəndi. İndi 7-ci suala baxırıq. Xlorun sənayədə tətbiq sahəsidir. Deməli, xörək duzunun alınmasına bəli istifadə edilir. Çünki xörək duzunun tərkibində elə xlor var. Suyun xlorlaşdırılmasına istifadə edilir, düzdür. Amma sönmüş əhəngin alınmasına biz xlordan istifadə etmirik. Sönmüş əhəngimizdən, deməli, sönməmiş əhəngimizin formulu kalsium oksiddir. Bunun üzərinə su ilə təsir etdikdə biz nə alırıq? Sönməmiş əhəng. Yəni, sönmüş əhəngi alırıq. Kalsium hidroksid. Deməli, kalsium oksid sönməmiş əhəngdir. Onun su ilə təsirindən biz sönmüş əhəng, yəni kalsium hidroksid alırıq. Görürük ki, burada heç birinin tərkibində, yəni xlordan istifadə eləmədik bunu almaq üçün. Deməli, biz buna, yəni, sönmüş əhəngin alınmasına xlordan istifadə etmədik. Cavabımız 1-lə 2 eləyəcək. A bəndi. Keçirik növbəti sualımıza.
8-ci sualda flor üçün hansı ifadə doğrudur? Kəskin iyili zəhərli boğucu qazdır. Bəli, zəhərli qazdır. Təbiətdə sərbəst şəkildə xeyr. Deməli flor aktiv qeyri-metaldır. Aktiv qeyri-metal olduğuna görə əgər element aktivdirsə, deməli o sərbəst şəkildə yayılmayacaq. Birləşmələr şəklində olacaqdır. Deməli yalnız birləşmələr şəklində yayılmışdır bu səhvdir. Oksigen ilə adi şəraitdə reaksiyaya daxil olur. Xeyr, oksigenlə adi şəraitdə reaksiyaya daxil olmur səhvdir. Birləşmələrdə yalnız mənfi bir oksiləşmə dərəcəsi göstərəcək. Bəli, birləşmələrdə mənfi 1-dir, bəslimayda şəklində 0 oksiləşmə dərəcəsi göstərəcəkdir. Cavabımız da eləyəcək 1 ilə 4 və bəndi. Keçirik növbəti sualımıza. Bizə deyir ki, iyonlaşma enerjisi ən kiçik olan T-dir. Deməli, T-miz bizə nədir? Burada yoddur. Y-in nüvəsinin yükü Z-dən kiçikdir. Hələ bunu saxlayıb üçüncüyə baxaq. HX-in turşuluğu HZ-dən böyükdür. Deməli, HX-in turşuluğu əgər HZ-dən böyükdürsə, deməli, mən bromu götürə bilərəm. X-i brom götürəcəm. HZ-dən böyükdürsə, deməli, mən Z-i xlor götürə bilərəm. Y-in nüvəsinin yükü də Z-dən kiçikdir. Deməli, biz də bilirik ki, deməli, qrup üzrə yuxarıdan aşağı doğru getdikcə nüvənin yükü artırdı. İyonlaşma enerjisi nə olurdu? Azalırdı. Onun üçün Y-in nüvəsinin yükü Z-dən əgər kiçikdir, deməli, əgər Z-imiz xlordursa, Y-imiz də flor olacaq. Bizə nədir? Burada elektromənfilik artsın. Elektromənfilik demişdik ki, deməli, dövr üzrə soldan sağa artırdı. Qrup üzrə də aşağıdan yuxarı doğru artacaq. Deməli, biz aşağıdan yuxarı doğru götürməliyik. Aşağıdan birinci yox gəlir. Deməli, T götürəcək, birinci o gələcək. Sonra brom gəlir, X götürəcək. Sonra xlor gəlir, Z götürəcək. Axırda da ən qüvvətli elektromənfiliyə malik olan element də flordur, yəni Y götürəcək. Cavabımız da eləyəcək D bəndi. 10-cu sualımızda natrium bromun sulfat turşusu ilə və natrium yodun sulfat turşusu reaksiyasını burada deməli natrium bromun sulfat turşusu ilə reaksiyasından burada nə alınırdı? SO2 alınırdı. Elə deyil, SO2 alınacaq. Natrium yodun da sulfat turşusu reaksiyasından biz H2S alırdıq. Bu qazları bilək, yəni bu ikisi də qaz halındadır və deyir ki, bu birləşmələr üçün hansı ümumidir? Molekulda atom sayı, bəli, SO2-də 3 dənə atom var, H2S-də 3 dənə atom var, deməli bunu götürə bilərik. Suda məhlulunda, deməli, suda məhlulunda mühit, bəli, deməli SO2-nin su ilə reaksiyasından sulfit turşusu əmələ gələcək, deməli turş mühit yaratdı. H2S də qaz halında olduğundan onun suda məhlulu zəif turşu xassəyə malik olduğunu, bu da turş mühit yaradır. Cavabımız deməli ikisi üçün də ümumidir. Zəhərli olması, bəli, ikisi də zəhərlidir. Cavabımız da eləyəcək 1, 2, 3 də bəndə. Sonra keçirik növbəti sualımıza, yəni 11-ci suala. Deyir, flor, xlor, brom, yod istiqamətində nə artır? Biz bilirik ki, qrup üzrə yuxarıdan aşağı doğru getdikcə oksiləşdiriciliyi azalır. Atom radiusu artır. Valent elektronlarının sayı dəyişmir. Çünki qrupun nömrəsinə uyğun valent elektron sayı götürülürdü. Reduksiya edicilik, deməli, reduksiya edicilik nə olacaq? Yuxarıdan aşağı doğru getdikcə reduksiya ediciliyimiz artacaq. Elektromənfiliyimiz də yuxarıdan aşağı doğru getdikcə nə olacaq? Azalacaq. Çünki ən güclü elektromənfi element flordur. Deməli, bizdən artır istəyir. Oksiləşdiriciliyi artır, səhvdir. Atom radiusu artır, bəli. Valent elektron sayı dəyişmir, reduksiya ediciliyi artır, elektromənfiliyi azalır. Cavabımız da eləyəcək. Bizdən artır istədiyinə görə cavabımız da 2 və 4 eləyəcək. Keçirik növbəti sualımıza. Deməli, 12-ci sualda uyğunluğu müəyyən edindir. Halogen atomu üçün yalnız reduksiya edicidir, yalnız oksiləşdiricidir, həm oksiləşdirici, həm reduksiya edicidir. Əgər, deməli, iyon, yəni oksiləşmə dərəcəsinə malik olan elementimiz, əgər ən kiçik oksiləşmə dərəcəsi göstərirsə, bu yalnız reduksiya edicidir. Və yadır ki, ən maksimum oksiləşmə dərəcəsini göstərirsə, yalnız oksiləşdiricidir. Amma ortalıq, yəni orta bir mövqe, yəni ən kiçik oksiləşmə dərəcəsi ilə deməli maksimum oksiləşmə dərəcəsinin arasında aralıq bir mövqe, yəni oksiləşmə dərəcəsi göstərirsə, həm oksiləşdirici, həm reduksiya edici kimi götürə bilərik bunu. Deməli, A variantında olan reaksiyamızı yazsaq, deməli, buradan alınacaq kalium xlor alınır. Kalium xlor, manqan xlor 2. Bir də nə alınacaq buradan? Xlor 2 alınacaq, bir də su alınacaq. Görürəm ki, xlor buradan sıfırdır. Yəni, burada alınan xlor mənfilərə baxmıram, dəyişməyib burada. Xlor sıfırdır. Deməli, xlor sıfırdır. Deməli, xlorun ən kiçik oksiləşmə dərəcəsi mənfi 1-dir. Ən böyük oksiləşmə dərəcəsi də müsbət 7-dir. Deməli, xlor sıfırdırsa, deməli, bunlar arasında mənfi 1 ilə 7 arasında aralıq bir mövqe tutur. Deməli, əgər sıfırdırsa, deməli, həm oksiləşdirici, həm də reduksiya edici ola bilir. Deməli, 3-ə gedəcək, yazıram burada, qeyd edirəm. 1, 2, 3.
3'ə 7 A bəndi. Yazıram bura 3'ə 7 A bəndi. Deməli B variantımızın reaksiyasını yazırıq. B variantımızın reaksiyasında nəsə bir problem var. Çünki kalsium flor 2-nin ərintisi olmalıdır. Əgər ərintinin elektrolizinə buradan alınacaq kalsium plus flor 2, flordakı 2 dənə oksidaşma dərəcəsi göstərəcək. Birləşmələrdə -1 olurdu. Amma bəsit maddə şəklində 0 olurdu. Deməli, florun da 0 oksidaşma dərəcəsi yalnız oksidləşdirəcəkdir. -1 oksidaşma dərəcəsi yalnız reduksiya edəcəkdir. İndi baxıram buradan. Flor 0-dır. Əgər flor 0-dırsa, deməli nə olub buradan? Yalnız reduksiya baxırsın, yalnız oksidləşdiricidir. Cavabımız da deməli 2-yə gedəcək B bəndi. 2-yə B bəndi yazıram. Sonra 3-cü reaksiyaya baxırıq. Buradan deməli xlor natrium xlor alınır. Natrium xlor alınır. Bir də natrium xlor O alınır. Natrium xlor O-da, deməli xlor burada müsbət 1-dir. Yəni -1 ilə müsbət 7 arasında aralıq mövqe oksidləşmə dərəcəsinə malikdir. Və burada müsbət 1 olduğuna görə deməli həm oksidləşdirici, həm reduksiya edici olacaq. Deməli gedəcək bu 3-ə gedəcək C bəndi. 4-cü reaksiyamıza baxırıq. 4-cü reaksiyamız D variantıdır. Florun natrium OH ilə reaksiyasından. Deməli florun natrium OH ilə reaksiyasından O flor 2 alınacaq. O flor 2 alınır. Deməli su alınır, oksigen alınır, bir dənə alınır. Deməli natrium flor alınacaq. Deməli bu O flor 2-dir. Deməli flor görürük ki buradan. Biz bilirik ki flor 0-dır və -1 olub. Buradan baxıram ki florlar hamısı -1-dir. -1-dirsə deməli nədir bu? Yalnız reduksiya edicidir. Yalnız reduksiya edici olduğundan 1-ə D bəndi gedəcək. Y variantlı reaksiyamıza baxırıq. Natrium florun sulfat trusla reaksiyasından buradan alınacaq natrium HSO4 və H flor alınacaq. Yəni H floru da görürük ki, flor yenə -1-dir. Yəni -1 olduğuna görə yalnız reduksiya edicidir. Birincisinə də Y variantı gedəcək. Deməli 1-ə D-yi, 2-yə B, 3-ə də A bəndi. Keçək növbəti sualımıza. Bunları silək. Keçək situasiyalarımıza. Ətraflı yazı tələb edən suallarımıza baxaq. Deməli sualımızı oxuyaq. Laboratoriyada təcrübə işi aparan Ləman müəllimin tapşırığı ilə manqan 4 oksidə H-xlor məhlulu ilə təsir edir. Müəllim Ləmana bu zaman alınmış qazı isti kalium OH məhlulundan keçirəcəyini söylür. Deməli biz bilirik ki, yəni bu manqan 4 oksidin H-xlorla reaksiyası xlorun laboratoriyada alınma reaksiyasıdır və reaksiyanı biz qeyd edirik. Deməli manqan 4 oksidin üzərinə H-xlor gəlirik. Buradan alınacaq manqan, xlor 2, su və xlor 2. Deməli bizdən istədi ki, yəni alınan qazı müəyyən edin. Alınan qaz da xlor 2-dir və ikinci sualda deyir bu qazın isti kalium OH ilə reaksiyasının təhlilini yazın. Deməli xlor 2-nin üzərinə biz kalium OH gəlirik. Kalium OH gələndə temperaturla götürsək, deməli buradan alınacaq kalium xlor at və su alınır. Bunu əmsallaşdırmağımızı istəyir bizdən. Əmsallar da belə olacaq. Deməli, xlorun qabağına 3, görünmür, deməli, xlorun qabağına 3 yazırıq buradan. Kalium OH-ın qabağına 6 yazırıq. Kalium xlorun qabağına 5 yazırıq. Qarayla yazayaq, 3, 6, 5. Kalium xloratın qabağına 1 yazırıq. Suyun qabağına da 3 düşürük. Yəni bunu elektron balans üsulu ilə eləmişəm. Yəni belə olacaq. Keçirik 15-ci sualımıza. Əgər isti kalium OH ilə reaksiya zamanı 11,2 litr qaz sərf edilərsə, neçə qram kalium OH reaksiyaya daxil olar? Görürəm ki, buradan reaksiyadan 3 mol deməli xlor reaksiyaya girərkən nə əmələ gəlir? Nə qədər yəni kalium OH sərf edilir? 6 mol kalium OH sərf edilir. 11,2 litrin də deməli 0,5 mol olduğunu nəzərə alsaq, 0,5-ə də deməli belə çıxır 1 mol kalium OH sərf ediləcək. Buradan da kalium OH-ın kütləsi 1 molun kütləsi 56 qram olduğuna görə cavabımız da 56 eləyəcək. Suallarımız bu qədər idi. Növbəti sualların izahını görüşmək ümidi ilə hələlik.